Salam, axşamınız xeyir olsun. Əziz yoldaşlar, hər birinizi salamlayıram. Mənim səsim aydın şəkildə gəlirmi sizə? Yəni səsi eşidirsinizmi? Biz hələkilik əlaqəmizi chat bölməsi ilə quracağıq inşallah. Daha sonra sizin sualınız varmı deyəndə biz mikrofonları açacağıq və siz hər iki platformadan bizimlə səsli şəkildə kontakt, yəni əlaqə qura biləcəksiniz. İlk öncə hər birinizi salamlayıram. Mən Səadət Məhərrəmova, Qəbələ rayonu Vəndam qəsəbəsi Hikmət Rəşidov adına 2 nömrəli tam orta məktəbin informatika müəllimiyəm. İstədim ki, sizlərlə yeni öyrəndiyim süni intellekt aləti haqqında məlumat verim və öz işlərimi asanlaşdırdığım kimi istədim ki, sizin üçün də faydalı olacağını düşündüm. Ona görə də sizinlə də paylaşmaq istədim. Çox təşəkkür edirəm ki, zamanınızı ayırıb qoşulmusunuz. Mən də çalışacağam ki, təlimin gedişatı sizə aydın olsun. Özünüz məndən sonra sərbəst şəkildə, yəni bu platformadan istifadə edəndə rahat şəkildə sərbəst istifadə edə biləsiniz. Mənim çox əlimdən tutur, çox işlərimi asanlaşdırır. Buna görə istədim ki, siz də biləsiniz. Bundan öncə də bu bizim sizinlə keçdiyimiz, səhv etmirəmsə 9 və yaxud da 10-cu ödənişsiz təlimimizdir. Bugün də növbəti bir təlimimizlə sizin qarşınızdayıq. Gəlin başlayaq. Deməli, ilk öncə bizim hər birimizin, yəni bir Google hesabımız var. Yəni loru dildə desək, Gmailimiz var. Məhz bugünkü yəni platformaya daxil olmaq üçün bizim Gmailimizin olması kifayətdir. Ümid edirəm ki, mənim ekranım aydın şəkildə görsənir, yəni siz ekranı görürsünüz. Mənim səsimi də aydın şəkildə eşidirsiniz. Hər iki chat bölməsinə nəzarət edirəm. Sualınız olanda, sözünüz olanda mütləq yəni əlaqəyə keçin ki, biz danışa-danışa getməyək. Gördüyümüz kimi deməli Google-a daxil oldum Google Chrome üzərindən. Bizim öyrənəcəyimiz yəni platformamız olacaq, adını da paylaşmışdıq sizinlə Notebook LM. Buna daxil olmaq üçün ilk öncə gəlirik, yəni Google-a daxil oluruq və qeyd elədiyimiz kimi Notebook LM adını daxil edirsiniz. Notebook LM adını daxil edirsiniz. Notebook LM, yəni Google platformasının məhsuludur. Yəni ona görə də Google üzərində açılır və ilk dəfə vuran kimi də baxın Google Notebook LM gəlir. Yəni sadəcə elə birinci daxil gələn informasiyanın üzərinə klik edirsiniz və salam. Qarşımızda bizim belə bir platforma açılır. Ola bilər ki, indi biz seminarın adını verəndə bir çoxunuz bura qədər gəlib dayanmısınız. Buradan sonra baxın biz try Notebook LM-ə vururuq. Yəni cəhd edirik ki, ona daxil olaq. Və ona daxil olanda təbii ki, bizdən bir hesab istəyir. İndi mən əvvəlcədən burada düzdür işləməmişəm heç nə, amma bir hesabım var burada. Sizdən sadəcə elektron poçt hesabı ilə daxil olmağı istəyəcək. O da heç bir problemsiz. Yəni aktiv Gmailinizin üzərindən daxil ola bilərsiniz. Yəni Google hesabınız ilə daxil olsanız kifayətdir. Mən indi yəni OK düyməsinə vururam və bizim qarşımızda belə bir platforma açılacaq. Buradan yəni ilk öncə dili görürük ki, Azərbaycan dilində və yaxud da ingilis dilində, rus dilində kimə hansı dil rahatdırsa həmin dili seçə bilər. Əgər bu hissəyə qədər gəldinizsə, burada setting hissəsi var, yəni parametrlər. Kimə hansı dil rahatdırsa həmin dildə istifadə edə bilər. İndi ingilis dilində istifadə etməyində üstün cəhətləri var. Azərbaycan dilində istifadə etməyində mən hər iki dil haqqında məlumat verəcəm sizə. Buradan biz dil panelindən təbii ki, yəni standart olaraq sizə lazım olan hansı dili istəsəniz seçə bilərsiniz. Bir daha göstərirəm. Baxın, setting hissəsindən output language var. Bu hissəyə vurduqda baxın, buradan biz Azərbaycan dilini seçə bilirik. Çox sevindiricidir ki, yəni Notebook LM Azərbaycan dilini tanıyır və dəstəkləyir və tanıyır, bilir, bizə də o dildə informasiyaları təqdim edir. Bu çox gözəl bir anlayışdır.
Vurdum Azərbaycan dilinə və save düyməsinə vurduqdan sonra artıq yəni bizim platformanı yenidən, yəni restart eləyirəm. Yenidən platformanın başlanmasını tələb eləyəcəm. Hal-hazırda çevrilmədi, çünki mənim dil olaraq buradakı strukturumda ingilis dili olduğuna görə ingilis dilini saxlayır. Yox, yəni sizdə amma bu çevrilmiş olacaq. İndi nə edirik yoldaşlar? Bax bura bizim bu platformanı niyə görə öyrənirik? Bu platformanı öyrənməyimizin səbəbi tutalım ki, sabah dərsdir. Biz bu dərsə aid bir təqdimat hazırlamalıyıq və yaxud da bir infoqrafika hazırlamalıyıq. İnfoqrafika nədir? Yəni hansı ki bizim belə deyək də dərsimizə aid kiçik şəkillərdən ibarət və yaxud da fotolardan ibarət iş vərəqi deyək və yaxud da slayd hazırlamalısınız və yaxud da səsli bir dərs hazırlamalısınız, video bir dərs hazırlamalısınız və yaxud da quiz hazırlamalısınız və s. Yəni dərs üçün biz indi müəllimlər ətrafından danışıram, amma bir çoxuna tətbiq etmək mümkün ola bilər. İndi mən özümün əvvəlcədən hazırladıqlarımla düzdür sizi tanış eləyəcəm. Daha sonra bunu necə hazırlamaq lazımdır ona qayıdarıq. Baxın, hal-hazırda mənim özümün, yəni aktiv şəkildə istifadə etdiyim notebook elim öz elektron poçtumda burada var. Məsələn, mən bir informatika müəllimi olsam da, məsələn, burada ikinci sinifdə hisslər və emosiyalar adlı bir mövzu var. Həmin o hisslər və emosiyalar adlı bir mövzunun PDF-ini bu hissəyə yükləmişəm. PDF-ini bu hissəyə yüklədikdən sonra, baxın, pəncərənin sağ tərəfində studiya hissəsi var. Yəni, bu sizdə də açılır və aydın şəkildə görsənir. Burada var audio icmal, yəni hisslər və emosiyalar adlı yüklədiyim PDF-ə aid səsli icmal hazırlayır. Səsli icmal hazırlamaq nə deməkdir? Yəni o dərsi səsli şəkildə izah edir. İzah eləyəndə də sənin PDF-ində hansı nümunələr varsa onlardan misal gətirir. Yəni sənin PDF-ində olan materiala uyğun izah edir. Və sən əgər burada fərdiləşdirilmiş, əgər audio icmal hazırlaya vurursansa, avtomatik audio icmalı hazırlayır. Amma burada onun yanında baxın bu editing hissəsi var. Bu yeni gələn anlayışdır. Yəni biz bunu artıq yəni buradan dəyişdirə bilərsən ki, necə olsun? Məsələn, təqdim elədiyi informasiyanın danışanda onu səsli təqdim eləyəndə Azərbaycan dilində təqdim eləsin, yoxsa başqa bir dildə. Dili indi hansını istəsəniz onu seçə bilərsiniz. Təbii ki, rus sektoru, alt sektoru, ingilis sektoru üçün dil dəyişimi çox gözəl bir anlayışdır. Daha sonra burada sənə təklif verir. Ətraflı təhlil eləsin, xülasə, yəni içində izah edir ki, mənbələrdəki əsas fikirləri önəm versin və yaxud da ətraflı hər şeyə diqqət eləsin və yaxud da tənqid, yəni materialınızı təkmilləşdirməyə kömək edəcək. Yəni sən həmin mövzuda əlavə fikirlər sürməsi, yəni təkcə PDF-dəki olan informasiya yox, əlavə məzmun da təqdim edəcək və yaxud da ki, debat. Yəni iki dənə şəxs arasında bu mövzunu müzakirə eləyərək öyrətməyi həyata keçirdir. Hansını istəsəniz onu seçə bilərsiniz. Yəni seçim azaddır. Və yaxud da burada default var və müddətin qısa var. Qısa o deməkdir ki, yəni 5 dəqiqəlıq, 3 dəqiqəlıq, neçə dəqiqəlıq istəyirsən. Default isə standart bir rejimdir. Yəni bu PDF-in mövzusunun sığışa biləcəyi bir belə deyək də audio faylı sizə təqdim edir. Əlavə buradan əgər fikirləriniz varsa, yəni nə isə ona təklif eləmək istəyirsinizsə, onda burada yaza bilərsiniz ki, məsələn, nümunələr çəkəndə Azərbaycan dilində olan adlardan nümunələr çək. Bəzən olur ki, məsələn, nümunələrdə insan adlarına ehtiyac olur, xarici adlara üstünlük verirlər. Burada onu təklif kimi yaza bilərsiniz ki, yəni Azərbaycan adlarına müraciət elə və yaxud da ki, yəni nümunələri sırf Azərbaycan sayağı, yəni bizim öz ölkəmizə aid olan nümunələri təqdim eləsin. Mən indi burada standart halda verdiyi ətraflı təhlili seçmişəm, çünki ən gözəl təhlil elə ətraflı təhlilə aid olur.
Sonra gəldik burada video icmal var. Video icmalla slaydı qarışdırmırıq. Yəni slayd ayrıdır. Baxın bax burada slayd dəsti var. Slayd ayrıdır, video icmal ayrıdır. Video icmalda yəni artıq onu həm belə deyək də qrafika ilə izah eləyir, yəni şəkillərlə, yazılarla, mətn cədvəllə izah eləyir, həm də ki, yəni onu göstərir bizə. Yəni həm səs var, həm foto var, həm yazı var, həm video var. Yenə də təkmilləşdirə bilərik. Yəni baxın, qarşısında biz ona öz fərdiləşdirmə parametrimizi verə bilərik. İzah videosunu hazırlasın, yoxsa xülasə, yəni əsas fikirləri tez başa düşməyə kömək edəcək, yəni belə deyək də qısa anlayışı bizə təqdim eləsin. Yenə də baxın, burada dil anlayışı var və vizual üslub seçməyi isə təqdim edir ki, yəni görüntülərdə daha çox nəyə diqqət eləsin, yəni görüntülərdə nələrə önəm versin. Burada avtomatik seçirik, yəni avtomatik seçəndə mövzuya uyğunluq daha məqsədə uyğun olur. Yenə də kimə hansı xoşdur, həmin parametri seçə bilər. Növbəti anlayışımız zehin xəritəsi var. Niyəsə mən burada ən çox xoşladığım, yəni zehin xəritəsidir. Bunu indi göstərəcəm aşağıda niyə görə zehin xəritəsini xoşlayıram. Zehin xəritəsi paylaşmışdım alqoritm haqqında zehin xəritəsini. Gəlin bu dərsində bir zehin xəritəsini paylaşaq. Baxın, insanın duyğuları və sosial davranış haqqında zehin xəritəsi hazırlayıb. Çox gözəldir, yəni bu. Üzərinə vururuq. Baxın, qarşımızda həmin mövzunu əhatə edən kiçik başlıqlar deyək də. Onda gəldik buradan. Baxın, hisslər və emosiyalar var. Bax, başlığımız, əsas istiqamətimiz hisslər və emosiyalardır. Burada müsbət emosiyalar var. Müsbət emosiyalara vuranda ağacvari strukturla, baxın, onu bizə burada göstərir. Sevinmək, fəxr etmək, qalib gəlmək, gümraqlıq, şən olmaq. Yəni sırf dərsin mövzusu ki, uşaq bilir ki, yəni biz dərsi izah eləyəndə artıq o bilir ki, hansı informasiyaları əldə edəcək. Mənfi emosiyalar və budaqlanma nəticəsində biz o mənfi emosiyaları görə bilirik. Daha sonra xarakter və davranış haqqında, yəni zehin xəritəsi deyəndə həmin mövzunu əhatə edən bütün başlıqları biz öz daxilində görə bilirik. Və eyni zamanda siz bunu necə görürsünüzsə, o vəziyyətdə də baxın download edə bilərsiniz. Yəni foto kimi onu yükləyirik və yenə də istədiyiniz, yəni şəxs ilə onu paylaşa bilərsiniz, işlədiyiniz şəxsə onu göndərə bilərsiniz. Bu çox gözəldir. Bütün mövzularda da çox qəşəng hazırlayır. Baxın, mən onu yüklədim. Notebook element faylı haqqında yükləndi və baxın, o bizim qarşımızda bu vəziyyətdə əks olunacaq. Ürəyiniz istədiyiniz hissəsini böldüb, yenə də əks etdirə bilərsiniz və yaxud da ki, elə faylın üzərində də şagirdlərə təqdim edə bilərik. Zehin xəritəsi, yəni hər bir mövzuya aid formada hazırlanmış olur. Yəni belə deyək də, onu biz konkret, yəni belə deyək də, hansısa bir ifadəyə aid etmirik də, hansı mövzunu yazmışıqsa o mövzuya uyğun təqdim etmək olar. Hesabatlar hissəsi, yəni mövzuya uyğun olaraq hesabat verir bizə. Burada bir mənbə yox, bir neçə mövzuya uyğun verə bilər. Öyrədici kartlar var. Öyrədici kartlar, yenə də biz burada öyrədici kart hazırlamışıq. Bəzən deyirik ki, şagirdlərə, məsələn, sizi sual-cavab eləmək istəyirik. Amma bilmirik ki, məsələn, belə deyək də, mövzunu tam əhatə edən sualları ona verə bilirikmi və s. Yəni ona görə baxın, burada terminlər kartı, yəni kart başlığı altında yüklənir. Gəlin baxaq görə öyrədici kart nədir? Bax, burada bu mövzuya aid 35 dənə öyrədici kart hazırlayıbdır. 35 dənə öyrədici bizə kart hazırlayıbdır. Siz burada sual verirsiniz. Məsələn, şagirdin birini qaldırmısınız, termin sevinmək. Nə izah versin ki, sevinmək nədir? Təbii ki, bu 2-ci sinif mövzusuna aid bir mövzudur. Məsələn, cavabına baxırıq. Bax, cavabını da burada verir. Daha sonra növbəti suala keçirik. Kədərlənmək cavabına baxın. Yəni, bu mövzuya aid 35 dənə kartın bizə hazırladığını görə bilərik. Yəni, hansını istəsək, onu buradan rahat şəkildə görmək təbii ki, mümkündür. Eyni zamanda, əgər özünüzdə də sualın adı
Əgər yadınızdan çıxıbsa, o zaman yəni cavabına baxıb sualın cavabına baxa bilərsiniz. Daha sonra gəldik, burada quiz var. Yəni quiz bir mövzuya quiz deməkdir. Sadəcə burada tərcümə olaraq bizə yəni quiz yazmalı idi. Sadəcə hərf səhvi var burada. Baxın bax, quizin üzərinə vururuq. Bizə bu mövzuya aid bax quiz hazırlayır. Əgər indi mən əvvəlcədən bir neçəsini hazırlamışam ki, biz limiti keçməyək. İndi sizinlə də hazırlayarıq birini, ən başdan bir dənəsini hazırlayarıq. Yəni quiz hazırlayır. Bir də yəni siz o mövzuya aid neçə suallı, yəni quizi yığmırsınız da. Yəni belə deyək də, sadəcə burada özü hazırlayır. Yəni mövzunu tam əhatə edən hansı PDF-i qoymusansa, həmin PDF-i tam əhatə edən hazırlayır. Növbəti ən çox sevdiyim bölmələrdən biri infoqrafiyadır. İnfoqrafiya hazırladığının birini göstərirəm sizə. Ümid edirəm ki, siz də sevəcəksiniz. Daha sonra başqasını necə hazırlamaq olur, onu da göstərəcəm. İnfoqrafiya, yəni bizim mövzumuza uyğun olaraq, baxın bax, belə poster hazırlayır. Siz hətta burada, yəni ona aid biz iş vərəqi də hazırlaya bilərik. Sadəcə burada baxın poster hazırlayır. Biz vururuq bunu, endirə vururuq və o yüklənir. Yəni yüklənmişi çap da edə bilərik, çıxarda da bilərik. Yəni necə istəsəniz onun üzərində müəyyən işlər görmək təbii ki, mümkündür. Yenə də deyirəm, baxın bax, buradan biz hazırladığımız posteri böyüdüb müəyyən bir hissələrinə baxa bilərsiniz. Məsələn, hisslərimizi tanıyaq və ifadə edək adı altında iş vərəqi hazırladı və burada görürsüz, bax, bu məlumatları daxil etmiş olacaq. Əgər bu sizi qane etmirsə, məsələn deyirsiniz ki, yox, yəni mən xoş olmadı, yaxşı olmadı. Əgər xoşlamadınızsa, heç bir problem yoxdur. Yenidən studiya hissəsinə daxil oluruq və infoqrafika. Görürsüz, bax, infoqrafikanın yanında bax, belə bir qələm var. Qələm edit eləməyə, redaktə eləməyə icazə verir. Vurdum, baxın bax, bura. İndi mənə sual verir. Hansı dildə hazırlasın? Bu hansı dildə hazırlanması yenə də rus sektoru, ingilis sektor, az sektor, hansı sektor üçün istəsəniz hazırlaya bilərsiniz. Mən seçdim Azərbaycan dili üçün. Burada landşaft və portret var, hətta kvadrat da var. Yəni hazırladığı portretin ölçüsünü özünüz verirsiniz. Yəni hazırladığı infoqrafikanın ölçüsü necə olsun? Məlumat səviyyəsi. Burada qısa yazanda çox az məlumatlar əks olunur. Standart yazanda orta, ətraflı yazanda isə mümkün qədər çalışır ki, PDF-də olan əsas hissələrin hər birinə toxunmuş olsun. Və yaxud da burada əlavə, yəni fikirlərinizi də yenə də qeyd edə bilərsiniz. İndi yaradına vururuq və baxın, o artıq burada yaratmış olacaq. Bunu yaradanda biz əgər xatırlayırsınızsa quiz yaratsın deyə müraciət eləmişdik ona. Onun adını bilik testi veribdi və siz ola bilər deyə bilərsiniz ki, burada quiz yazılıb, amma burada bilik testi yazılıb. Yəni ikonuyla yadınızda saxlaya bilərsiniz. Hətta quizin də belə deyək də biz soruşa deyə bilərik ki, ona fərdiləşdirmə verə bilərdik. Məsələn, baxın, burada daha çox suallı var, daha az suallı var və yaxud da sualların çətinlik səviyyəsi asan, orta və çətin seçə bilərsiniz. Yəni bunu da özünüz təkmilləşdirə bilirsiniz. İndi sinifin səviyyəsinə görə, belə deyək də, ümumi qiymətləndirmə səviyyəsinə görə bunu artıq özünüz fərdiləşdirə bilərsiniz. İndi hal-hazırda biz seçdiyimiz bilik testinin üzərinə vursaq, baxın, bilik testi burada 6 dənə göstərilir. Çünki mövzu sadəcə bir PDF-dən ibarət olduğuna görə bizdə 6 sualla hazırlayıb. Tutalım ki, sualı oxuyursunuz. Məsələn, seçmişəm, tutalım cavabı futbol. Cavabı doğru seçmədiyimizə görə bizdən doğru cavabı göstərir. Bununla da yekunlaşmır, onun yəni izahını verməyə çalışır. Baxın, bizə onun həm də izahını təqdim etmiş olacaq. Və yenə də burada suallarımız, növbəti suala keçirik, növbətisini göstərir. Yəni nə qədər sual varsa hamısını istifadə edə bilərsiniz. Bu, yəni şagirdə dərsi izah eləyirsiniz həmin anda, yəni həmin anda bu parametrlərdən istifadə edərək bir neçə dəqiqədə test hazırlayır və yaxud da kart hazırlayır ki, yəni bu prosesləri istifadə edə biləsiniz.
İndi baxırıq, məsələn, sualı böyük ekranda qoyub da göstərmək olur şagirdə, çünki fikir dağınıqlığı yaranmasın deyənə böyük ekranda da bunu etmək təbii ki, mümkündür. Yenə də əgər sizdən, məsələn, sonda baxın şagirdin nəticəsini də burada görə bilirik. Yenə də əgər məsələn məni qane eləmədi bu suallar, tutalım ki, deyirəm ki, çox sadə oldu və yaxud da az oldu, onda daxil oluruq yenə də bax bu hissəyə və buradan seçirəm çətin olsun, daha çox suallardan istifadə olunsun. Əlavə mövzu, yəni haqqında əlavə nələrsə əd eləmək istəyirsinizsə, buradan seçə bilərsiniz. Yaradına vururuq, baxın artıq burada onu yaratdığını görə bilərik. O bunu yaradan zaman biz burada infoqrafiya yaratsın istəmişdik. Baxın, hissləri tanımaq və anlamaq var. Gəldik buradan, kopyalayıb bəli Word-ə və yaxud da Word proqramına yerləşdirə bilərsiniz. İndi baxın, bizdən bizə təqdim elədiyi infoqrafiya xoşumuza gəlməmişdi deyənə biz demişdik ki, yenisini hazırla. Baxın, o bizə yeni infoqrafiya hazırlamışdı. Yəni şəkillərdən ibarət bir məlumat. Gəlin ona baxaq. Məsələn, bayaqkını xoşlamamışdıq. Ona görə yenisini bizə yaratdı. Yenə də yaxınlaşdırıb, yəni şagirdlərin hər birinə bir dənəsini çıxardıb daha yaxşı anlamaları üçün dərsi görərək, yəni bilirsiniz ki, artıq müasir dövr vizual alətlər üzərində baş verir. Yəni daha yaxşı anlamaq üçün görmək lazımdır və baxın bunu hazırlaya bilərik. Bunu özümüz hazırlasaq, həm nə qədər vaxtımız gedər, həm də ki, gəlin etiraf eləyək ki, bu qədər gözəl olmaz. Yəni ona görə də işimizi asanlaşdırırıq. Bir neçə dəqiqə ərzində bunu edə bilərik. Gəlin bura qədər suallarla tanış olaq, chat bölməsinə baxaq, görək. Deməli, təlim qeydə alınır, amma canlı qoşulmaq daha məqsədə uyğundur. Deməli, heç nə görsənmir ekranda. Yoldaşlar, bizim ekranımızda heç bir problem yoxdur. Yəni, əgər kimdəsə problem varsa, çıxış verib yenidən girsin. Təlim başlama vaxtını əvvəlcədən qeyd eləmişdik. 19:00 qoşulmaq lazım idi. Yəni, gec qoşulanlar özünüzdən gedir. Çünki, belə deyək də, yaxşı olar ki, vaxtında qoşulaq. Biz müəllimik, yəni kimsə gözlətmək mümkün deyil. Hər kəs müəyyən zamanını, işini təxirə salır, saat 7-də qoşulur. Belə, quiz yaddaşa verilə bilir. Ümumiyyətlə, burada istifadə elədiyiniz hər şey qalır belə. Yəni, belə deyək də, bir dəfə istifadə üçün deyil. Hazırlayırsınız, burada ömürlük yadda qalır. Özünüz silməsəniz, o oradan silinmir və daimi də istifadə eləyə bilirsiniz. Uzun müddətli, yəni siz oradan silməsəz onu silinməyəcək. Quizi yadda saxlamaq deyəndə, əgər kopyalayıb Word-ə köçürmək istəyirsinizsə, bu da mümkündür. Amma yadda saxlamaq deyəndə Notebook LM özü onu yadda saxlayır. Yəni Notebook LM onu özü yadda saxlayır. Bax, bilik testi burada yadda qalıbdır. Yadda qalır yəni. Yenə də suallarınız olanda yazın. Limit nə qədərdir yazmısınız? Mən Pro versiyasını istifadə edirəm, amma yəni Pro versiyası ilə sadə versiyasında fərqlər çox azdır. Yəni bir gündə belə deyək də 4-5 mənbədən məlumat əlavə edib ona aid infoqrafika, slayd dərsli, video dərsli və s. yəni hər şey əlavə etmək mümkündür. Məzmunun viktorinası. Bax, biz dedik ki, bilik testi ilə razılaşmadıq. Baxın, yeni bilik testi istədik. Baxın, 26 suallı bilik testi hazırladı bizim üçün. Sualların səviyyəsini isə bu dəfə biraz da çətinləşdirmiş oldu. Yəni, çətinləşdirmək kimi oldu. Yenə kimin nə sualı varsa yazın. Mən chat bölməsinə baxıb suallarınıza cavab verməyə çalışacağam. Davam edək o zaman. Yəni sualları burada məsələn baxın bax görürsüz sualların burada yüklənmə işarəsi yoxdur, amma yəni biz onu belə kopyalayıb məsələn Word-ə, Excel-ə hara istəsəniz köçürtməyə icazə var. Amma bu platformanın özündə də yadda qalır. Bunun belə deyək də elə əsas marağı platformada işlətməkdir. Yəni onu Word-ə köçürdüb işlətsək bəlkə də onun belə deyək də bəlkə də onun heç bir mənası qalmaz. Platformanın üzərində işləmək əslində daha yaxşıdır, o daha yaxşıdır deyə bilərəm. Aha,
Davam edək. Pro versiyası hər birinizdə daxil olanda görsənəcək. Yəni qiyməti, ödənişi özü görsənir. 2-3 dəqiqə qoşulmusunuzsa açar sözü nə edirsiniz? Yəni bizim əsas məqsədimiz öyrənməkdir. Çalışın nə isə öyrənəsiniz. 2-3 dəqiqə qoşulub açar sözü nə edirsiniz ki, açar söz əvvəldən axıra qədər olanlara deyiləcək. Məqsədimiz açar sözü öyrənmək yox, sırf təlimin bizə verəcəyi belə deyək də müsbətliyi öyrənmək məncə daha yaxşı olardı. Yaxşı, sonra gəldik slayd dəsti hissəsinə. İndi mən buradakı slaydı əvvəlcədən hazırlamışam. Onu da göstərəcəm sizə. Baxın, bax, slaydımız əslində yəni o qədər həqiqətən gözəldir ki, düşünün ki, şagirdə dərsi belə izah eləyirsiniz. Və onu da qeyd edeyim ki, bu təkcə Azərbaycan dili dərsi üçün deyil, ha. Azərbaycan dili, riyaziyyat, informatika, kimya, biologiya, təsviri incəsənət, ingilis dili, bütün fənlərdən olan şəxslər istifadə edə bilər. İndi biz bir fəndən olan PDF-i seçib sizinlə hazırlayacağıq. Bax, burada bizə hazırlayıbdı slayd. İndi slaydın növbəti addımlarını göstərirəm. Gəlin baxaq görək, yəni növbəti addımlarda bizi nələr gözləyir və həqiqətən də biz özümüz buna aid slayd hazırlaya bilərik. Təbii ki, PowerPoint istifadəçi, hər kəs süni intellekt istifadəçisi, amma bu qədər gözəl olmur da. Yəni mövzumuz, baxın, mövzu ibtidai sinifə aid olan bir dərslikdir. 2-ci sinif hisslər və emosiyalara aid idi və ona aid hazırlanmış bir slayddır. Burada sadəcə onu deyim ki, belə deyək də, ola bilər ki, hərflərdə bəzən bir problem ola bilər. Yəni hərflər Azərbaycan dilində bəzən tam düşmür və yaxud da tam əks olunmur. Onu da mütləq yəni nəzərinizdə saxlayın. Və salam, baxın, bax burada bizim slaydımız mövzunu tam əhatə edən slayddır. Yəni slaydların sayı mövzuya uyğun olaraq dəyişir. Hal-hazırda 7-ci, 8-ci slaydımız var, 9-cu, 10-cu slaydımız var, 11 var, 12 var, 13 var, hətta 14 var və hətta 15 nömrəli slaydımız var. Yəni slaydların sayı mövzuya uyğundur, mövzuya uyğun tərtib olunur. Yəni mövzunun əgər çoxdursa, o da çox slayd hazırlayır, azdırsa az slayd hazırlayır. Bunu yükləmək mümkündür. Sadəcə burada sizə bir anlayışı deyəcəm. Bunu yükləyəndə, baxın, bizə PDF kimi verir bunu. İndi irəliləyən dəqiqələrdə izah eləyəcəm PDF-i slayda çevirmək. Yəni, mən bunu PDF kimi yox, slayd kimi istəyirəmsə, bunu slayda çevirməyi irəliləyən dəqiqələrdə izah eləyəcəm sizə. Hətta slayda çevirəndə notebook elm sözünü əgər burada görmək istəmirsinizsə, onu da yenə də sizə izah edərik ki, onu necə aradan qaldırırıq. Yenə X düyməsinə vurduq. Bu vəziyyətdə. Burada video icmal var. Bir də onu deyim ki, yoldaşlar, əgər bu slayd sizin xoşunuza gəlmədisə, onda siz yenə də burada slayd hazırlaya vurub, yəni növbəti bir slaydı hazırlanmağını istifadə edə bilərsiniz. Bəli, ödənişsiz versiyada slaydlar hazırlayır. Hər gün 4-5 dənə, yəni slayd hazırlayır. Hər gün 4-5 dənə mövzunu bu vəziyyətdə yığır. Yəni narahat olmayın. Ödənişli versiyası ilə ödənişsiz versiyası arasında fərq çox azdır. Yəni çox azdır. Həddindən artıq çox az. Heç mən ödəyəndən sonra sanki bir peşmançılıq yaşadım ki, yəni niyə görə ödədim ki, onsuz da mən bunu istifadə edirdim də. Belə, slayd dəstini yazmısınız, təkrar bir də göstərin. Baxın, bizim slayd dəstimiz burada, yəni ekranda görürsünüz ki, bu yəni slayd dərslidir və slaydların sayında məhdudiyyət qoymur. Yəni bəzi proqramlar məsələn qammada slayd hazırlayır, amma o 8 slayddan artıq hazırlamır. Sənin mövzun nə boyda olmağından asılı olmayaraq 8 dənədən artıq hazırlamır. Amma burada yəni nə qədər istəsən hazırlayır. Plus da buranı indi müəllimlər üçün ən ağıllısı nədir? Zehin xəritəsi çox qəşəngdir, şagirdlərin də çox xoşuna gəlir. İnfografika çox yaxşıdır, iş vərəqi kimi istifadə edə bilərsiniz. Quiz çox yaxşıdır, yəni şagirdi qaldırırsınız, 3-4 sualı cavablandırırsınız. Sonra slayd dəsti var, bir dənə də video dəstinə baxaq yoldaşlar. Hisslər necə öyrənirik? İndi bilmirəm burada səs gələcək ya yox. Baxın, görmüş olarsınız. Yəqin ki, qarşınıza çıxıbdır. Yazılır ki, dərslərin izahı satılır və
və yaxud da mövzunun izahı satılır və s. belə bir anlayışlar var. Baxın, hamısı burada hazırlanır. Videonu yükləyib də göstərə bilərəm sizə və yaxud da bunun üzərində də göstərə bilərik. Duyğuların ilk dilidir. Yəni içimizdə baş verənləri təsvir etmək üçün istifadə etdiyimiz o ən sadə, ən təməl sözlər. Bəli, inanılmazdır, amma həqiqətən də hər şey bircə dənə sözdən başlayır. Bizim o mürəkkəb emosional zəkamızın, dərin düşüncələrimizin təməli. Yəni burada Yeni bilmirəm sözlər səs sizə gəlir ya yox. Yəni burada hər şeyi özü ardıcıl şəkildə izah edir. Yəni yəqin ki bunu görmüsünüz. Yəni yəqin ki görürsünüz. Bəli. Buradakı açıq sözlər hansılardır? Yaxın və uzaq. Bu da bizə praktik olmalı. Belə, mən saxladım onu, çünki hamısına baxmağa zamanımız olmayacaq. Yaxşı, biz bunları sizə göstərdik. Mən indi burada bir neçəsini də sizə göstərmək istəyirəm. Əslində çalışmış, istəyirdim ki, yəni bütün fənlərdən, yəni bir dənə mövzu hazırlayım. Sadəcə sizin zamanınız gedəcək deyənə mən bunu eləyə bilmədim. Məsələn, ikinci sinif vurma bölmə riyaziyyat var. Yəni belə burada da baxın, mən əvvəlcədən hazırlamışam hər şeyini. İstəsəniz slaydını göstərə bilərəm sizə. İkinci sinifin vurma bölməsi ibtidai sinif müəllimləri üçün məsələn buradan biz slaydları ilə tanış ola bilərik. Yəni baxın, slaydları görə bilərsiniz. Bu sırf yəni ona görə deyirəm ki, bütün siniflər üçün çox mükəmməldir. Baxın, burada 14 slayd yəni bizim üçün hazırlayıbdı. Yəni həqiqətən də belə deyək də, mən çox sevirəm, çox xoşuma gəlir. Ona görə istəyirəm ki, siz də faydalanasınız. Eyni zamanda öyrədici kartları var, infografiyası var və s. İnformatika müəllimi olduğum üçün düşünürəm ki, bir dənə də informatika mövzusu göstərmək daha yaxşı olardı və görürsüz, mən burada çox şey hazırlamışam. Hətta fizikadan düz xətli bərabər sürətli hərəkət. İndi bilmirəm burada fizika müəllimi var ya yox. Məsələn, fizikanın bir mövzusu düz xətli bərabər sürətli hərəkət və burada baxın ona aid bir neçə slayd. Yenə deyirəm, əgər təqdim olunan şəkillər və sairəsinin xoşunuza gəlmirsə, siz yenidən belə deyək də çox yenidən, yəni başqa bir şey seçə bilərsiniz. Yəni çox qəşəng şəkildə hər şeyi qayda ilə və s. izah edir burada, düsturları və s. Yenə deyirəm, hərflərdə ola bilər ki, burada məsələn sürəti, yolu, zamanı nə ilə işarə elədiyini özü göstərir. Yəni baxın, burada artıq 15 dənə slaydı bizə təqdim edib, yəni göstəribdir. Sonra yenə audio icmalı da var. Yəni mövzunu səsli şəkildə də çatdıra bilər. Hətta düz xətli bərabər sürətli hərəkət video izah da verir. İnfografiyası da var. Yəni şəkillə mövzunun izahı da var. Deməli, şəkillə baxın mövzunun izahını da iş vərəqi kimi bizə bu vəziyyətdə çatdırdığını görə bilərik ki, yəni şəkil ilə də onu bizə çatdırır. Gəlin biz sizinlə bir mövzunu yükləyib, gəlin onu başdan yaratmağı öyrənək. Ona keçməmişdən əvvəl gəlin bir dənə informatika mövzusu göstərim. Məsələn, alqoritm 5-ci sinif var, sonra internet var, əməliyyat. Yəni demək olar ki, mən burada çoxsunu hazırlamışam. İndi bəzilərini paylaşacağam inşallah sizlərlə. Hətta bizim məsələn belə deyək də, burada məsələn mən özüm haqqında məlumatlar yükləmişəm. Burada demişəm ki, məsələn, mənə nəyisə hazırla. Baxın, özüm haqqında. İndi burada da özümüz haqqında məlumat əlavə edəndə faylı göstərəcəm indi sizə oranı da. Baxın, burada bizim haqqında məlumatların bir qismini yazır və deyir ki, məsələn, hətta burada da bizə bir sual-cavab yeri verir. Bu məsələn mənim sırf özüm haqqında olan informasiyadır. Hətta burada məsələn soruşa bilərsiniz ki, yəni ona suallar verə bilərsiniz ki, nədir, hardan alınır və s. Məsələn, baxın, infografiyaya vururam. Sizin özünüzə aid, baxın, burada bir infografiyanı baxın təyin eləyir bizə. Məsələn, mənim haqqımda olan bir ağac yolunu göstərir burada. Bunu hər biriniz özünüz edə bilərsiniz. Çox qəşəngdir. Da böyüdüb göstərmirəm. Tanıyanlar onsuz da bilir. Yəni burada baxın, o xoşuma gəlmədisə başqa birini verirsiniz. Və yaxud da ki, yenə
Məsələn, baxın, öyrədici kart var, indi bunda ehtiyac yoxdur. Sonra nəyi demək istirdim? Məsələn, bu təlimin, hətta mən Notebook Elemin yazılarını vermişdim bura. Bu təlimə aid paylaşmışdım, yəqin ki, statusumuzda görmüşdünüz. Yəni, baxın, Notebook Elem özü üçün hazırlamışdı. Özü üçün və bu təlimi özü hazırlayıb vermişdi ki, mənə. Yəni, bunu paylaşdım. Yəni, bu da, belə deyək də, bu da onu göstərir ki, artıq yəni, mən heç nə əziyyət çəkmirəm. Sadəcə nəyi və necə istədiyimi deyirəm ona, o da yəni hazırlayır, bizə verir. Bundan gözəl nə var ki? Yəni artıq mənim zamanım yoxdur, artıq mən edə bilməyəcəm və s. yəni onları belə deyək də, onları özü hazırlayır. Yəni bəhanələrə yox da, yəni bəhanələrə yox deyirik artıq. Mükəmməl dərs üçün bəhanələrə yox deyirik. Gəlin Uplogo-nu göstərim sizə. İnformatikadan hazırladığım, sonra başlayaq. Biz bir dənə mövzunu sizinlə birlikdə hazırlayaq ki, sonra siz bunu özünüz sərbəst edə biləsiniz. Aha, deməli yoldaşlar, Uplogo testi hazırlayıbdı. O xoşuma gəlməyib başqa test vermişəm. Bunu paylaşmışdım dünənlərim. Uplogo haqqında infografika, yəni baxın məlumat ağacı daha gözəl də verə bilərsiniz, daha gözəl də hazırlaya bilərsiniz. Bəli, icmalı hazırlayır, amma yəni icmalın gərək mövzusunu yazasınız da. Sonra başqa Uplogo haqqında baxın belə portret şəklində də hazırlayıbdı. Baxın bu vəziyyətdə. Uplogo-nun slaydı o qədər gözəldir ki, məsələn mənə burada 3 dənə slayd hazırlamışam. 3 dənə slayd hazırlayıb. Gəlin bir neçəsinə baxaq. Bunları əvvəlcədən ona görə hazırlamışdım ki, yəni vaxt getməsin. Uplogo informatikada 5-ci, 6-cı, 7-ci sinifdə keçirilən bir proqramdır. Baxın, burada həmin mövzuya uyğun slaytlar. Görün necə gözəl hazırlayıb. Sağa dönmək, sola dönmək, irəli, geri. Yəni hamısını o qədər dəqiqliklə, o qədər praktik şəkildə təqdim edir ki, da sən uşaq qayıdıb sənə deyə bilmir ki, ay müəllim, başa düşmədim, yaxşı anlamadım, yaxşı izah olmadı. Çünki da burada aydın şəkildə hər şeyi görmək mümkündür. Hər şeyi görmək mümkündür. Və bu biz müəllimlərə bəhanələrə yox, slayd hazırlamağa vaxtım olmadı və s. TikTokda, WhatsAppda bizə lazım olmayan informasiyalarla beynimizi doldurmaqdansa bir dəfə slaydı hazırlayırıq, ömürlük də istifadə edirik. Çox gözəl də hazırlayır. Yəni baxın, təkrarla indi informatikadan bilənlər təkrarla hissəsini görün, necə gözəl bizə təqdim edibdir. Şərt hissəsini necə gözəl təqdim edib. Yəni ona görə də, yəni artıq buradan hətta ümumi nəticə də təqdim edir bizə. Yəni bəhanələrə yox deyirik. Kiməsə deməkdənsə ki, o qədər mənə yazırlar ki, müəllimə ödəniş ödəyib mən sizdən yəni slayd almaq istəyirəm, icmal almaq istəyirəm. O qədər yəni belə pisimə gəlir ki, müasir bir dövrdür və informatika müəllimi ödəniş ödəyib nə isə istəyir. Axı sən əlində hər cür şərait var. Niyə görə yəni sən ondan istifadə edib özün əldə etmirsən? Hətta bunu özünüz üçün bir biznesə çevirə bilərsiniz. Məsələn, siz informatika müəllimisiniz, bir dəfə ödəniş ödə, bir aylıq, özdə ödəniş minimum məbləğdir. Hazırla bütün mövzuların slaydını. Sat getsin. Yəni bu da olsun biznes və yaxud da öyrədici kartını hazırla və yaxud da video izahını hazırla, kvizini hazırla. Yəni məbləğdir də oturduğun yerdə qazanırsan. Yəni əziyyət çəkirsən, sonra da qazanırsan. Sual edə bilərsiniz ki, müəllimə, bəs siz niyə eləmirsiniz? Mən biraz paxılam. Nə mənada paxılam? Hazırladığım slaydı və yaxud da ki, təqdimatımı deyim, oyun kartını mı deyim, iş vərəqini mi deyim, onu paylaşmaq deyirəm ki, yəni hər kəs özü hazırlasın, özü əziyyət çəksin, özü daha yaxşısını hazırlaya bilər. Yəni ona görə də siz bunu edə bilərsiniz. Başqa burada sizə göstərəcəyim bir mövzu varmı? Yəni internet haqqında əməliyyat sistemi, mən hamısını hazırlamışam burada, çünki özümə lazım olur, ona görə hamısını hazırlayıram. Məsələn, Windows əməliyyat sistemi haqqında gəlin hazırladığı slayda baxaq. Sual edə bilərsiniz ki, niyə görə daha çox slaydı göstərirsiniz? Çünki ehtiyacımız budur. Yəni günün əsas tələbi budur, amma buradan siz şagirdlərə məsələn kartları da təqdim edə bilərsiniz. Baxın, yəni necə gözəl hazırlayır. Biz bunu bu qədər müddətdə və bu qədər gözəl özümüz hazırlaya bilmərik. Yəni ona görə buna ehtiyac daha çoxdur. Sonra bunun infografiyasını da göstərim
sizə. Məsələn, testi də var, sistem kartları da var. Məsələn, hətta zehin xəritəsi, əməliyyat sisteminin zehin xəritəsi, fail və qovluq anlayışı. Burada fail anlayışı haqqında danışır. Daha sonra gəlir, hətta fail anlayışının da məlumatlarını verir. Sonra qovluq anlayışı, hətta qovluq anlayışının da, yəni içində olan başqa məlumatları, yəni bizə çatdırmış olacaq. Yəni bunları budaqlanma vurduqca budaqlanır və bütün budaqlanmalarını da siz yadda saxlaya bilərsiniz. Bu, yəni əyani dərsdə şagirdlərə göstərəndə daha yaxşı olmuş olur. Belə. İndi gəlin başdan başlayaq. Birini göstərim sizə ki, necə hazırlayırıq. Tutalım ki, baxın, mənim kompüterimdə gəldik, bax, ən başa bu hissə, hər birinizdə ən birinci belə bir hissə açılır. Burada baxın, yeni bloknot yarat var. Yeni bloknot yarat var. Yəni yenisini yaratmaq. Yenisini yaratmağa daxil oluram. Təbii ki, bizim nəyin üzərində yaradırıqsa, həmin PDF kompüterimizdə olmalıdır. Yəni mövzunun mu PDF-i, kitabın mu PDF-i və s. Əgər kompüterinizdə yoxdursa, bu da problem deyil. Yəni internetdən də yükləyə bilərsiniz və yaxud da Google diskinizdən də və yaxud da mövzunun adını yazaraq sürətli araşdırma da edə bilərsiniz. Mən bunu eləmədim, çünki bizdə məsələn 5-ci sinifdə keçirilən mövzu 6-cı sinifdə biraz fərqli keçirilir. 6-da olan mövzu 7-də fərqli olur. Yəni ona görə konkret mövzu, məsələn faylı yükləyinə vuracam, amma məsələn internetdə bir YouTube videosu varsa, həmin YouTube videosunun da birbaşa linkini əlavə edib, o videoda təqdim olunan informasiyalar haqqında da siz slaydda, audio icmalda, video icmalda, quizdə hər şey hazırlaya bilərsiniz. Və yaxud da kopyalanmış mətn, hər hansısa bir A4-dən və yaxud da elektron kitabdan kopyalayıb mətni də qoya bilərsiniz. Yəni seçimlər burada çoxdur. Mən daha çox faylları yükləyinlə edirəm, vurdum. Məsələn, gəldim, indi mənim kompüterimdə fayllar tutalım D diskində. Məsələn, mən burada informatika sinif kitablarını bölmə-bölmə qoymuşam. Əslində, burada bölmə-bölmədə bir bölmədir. Buradan, məsələn, hansısa bir bölmə, elektron cədvəl, informatika 8-ci sinif, yenə hansı dərslik istəsəniz, yəni fərqi yoxdur, hansı fən istəsəniz, bütün fənn üçün, İngilis dili, Alman dili, Rus dili, yəni da mən dənə-dənə adını saymaq istəmirəm. Yəni mövzunu kopyalayıb da qoya bilərsiniz. Yəni hər şey mümkündür. Elektron cədvəl informatika 8-ci sinifə vurdum, Open-a vurdum. Birinci səbirli oluruq, yəni burada həmin faylı yüklüyür. Həmin faylı yükləyən zaman burada baxın, bizim notebookumuza ad verməlidir də. Yəni biz hazırladığımız faylın adını təqdim eləməliyik ora. Mən elə adını kopyalayıram və gətirirəm, burada yazıram ki, daha sonra digərlərinlə qarışıq çıxmasın və asanlıqla onu tapa biləm. Bir neçə saniyə gözləyirik ki, yüklənsin. Biraz ola bilər yüklənmə gec baş verə bilər. Bu problem deyil. Siz əgər istəyirsinizsə ki, bura bir mənbə yox, bir neçənə mənbə əlavə edəsiniz. Yəni başqa da məsələn Excel haqqında mənbə əlavə edə bilərsiniz. Bu mümkündür ha. Yəni istəsəniz 50 dənə mənbə əlavə edib 50 mənbənin içindən bir dənə slayd, bir dənə quiz hazırlaya bilərsiniz. Mən indi konkret 8-ci sinif olsun deyənə konkret 8-ci sinif əlavə elədim. Burada yenə də mənbə əlavə edib başqa nə qədər istəsəniz Excel-ə aid olan məlumat əlavə edə bilərsiniz. Bax, məlumat əlavə edən kimi chat hissəsi açılır. Chat hissəsinin sağ tərəfində görürsünüz ki, konfiqrasiyası var. Bunun konfiqrasiyası nə deməkdir? Biz chat konfiqrasiyası edin deyir. Burada məsələn sizin seçiminiz nə olacaq? Öyrənmə bələdçisi. Məsələn siz istəyirsiniz ki, o sizə bu dərsi necə öyrənəsinizsə ona istiqamət versin. Bu, məsələn, universitetdə olan uşaqlara çox yaxşı təsir eləyir, şagirdlərə. Məsələn, onlar bir neçə dənə kitabdan məlumatları burada konspektləşdirə bilərlər. Yəni, məlumatları fərdiləşdirir, konspektləşdirir, daha uzun, daha qısa əsas yerlərini və yaxud da ki, əsas olmayan yerlərini buradan aid edə bilir. Məsələn, bir neçə dənə mənbəni əlavə edib, biz oradan bizə öyrənmə bələdçisini təyin etməsini həyata keçirdə bilərik. Və yaxud da fərdi yazıb, yəni özünüzdən bura nümunə yaza bilərsiniz ki, öyrənmə hissəsini sizə necə qursun. Mən indi öyrənmə bələdçisi qururam. Deyirəm ki, suallar verəcəm sənə. Həmin sualların cavabları uzun olsun, yoxsa qısa olsun. Bu da yenə də sizin öyrənmə istəyinizə görə dəyişəcək. Mən yazdım, cavab qısa olsun. OK vurdum.
Və baxırıq bax burada öyrənmə bələdçisindən istifadə edərək bizim üçün, yəni bir neçə suallar hazırladı burada. Baxın bax deyir ki, sizə kömək etmək üçün belə bir plan təklif edirəm. Elektron cədvəlin əsas elementləri sətr, sütun, xana, xanaların formatlaşdırılması, verilənlərin daxil edilməsi və baxın bax bizə plan təqdim edir və daha sonra həmin plan üzərində mənbəyə əsaslanaraq bizə məlumatları təqdim etmiş olacaq. Yəni bu sizin öyrənmə bələdçinizi daha da qısalaşdırır və daha da sizə rahat bir yol təqdim edir. Çox asan, rahat bir yolu təqdim edir. Məsələn, burada da verdiyi izahın mənbə olaraq hara, yəni kitabda, PDF-də olan yerini də bizə göstərir qrafik olaraq. Yəni özündən uyduruq heç bir məlumat vermir. Sənin verdiyin PDF-ə uyğun olaraq sənə suallar təqdim edir və cavab təqdim edəcək. Buradan, yəni chat hissəsində bunu özünüz fərdiləşdirə bilərsiniz. Daha sonra gəlirəm sağ tərəfə, hansı ki studiya hissəsində burada qeyd əlavə edin var. Yəni mən bu bütün burada əlavə elədiyim mənbəni yəni qeydə əlavə eləyəcəm. Burada qeydə əlavə edəndə baxın yazı formasını dəyişdirə bilərsiniz. Yəni əlavə qeyd daxil etmək istəyirsinizsə ondan istifadə edə bilərsiniz. Məncə mövzuya uyğun olan hər şey yəni özü daxil edir. İndi mən burada audio icmal da yarada bilərəm, video icmal da yarada bilərik, zehin xəritəsi də yarada bilərik, ondan sonra hesabat da yarada bilərik. Yəni hesabat yaradanda seçir ki, hesabatı necə yaratsın. Mən deyirəm öyrənmə bələdçisi üzərində yaratsın və onun üzərində yaradacaq. Sonra öyrədici kartlar. Öyrədici karta indi baxın bax buradan fərdiləşdirmə vururam qələmlə. Deyirəm ki, öyrədici kartlarda sualların sayı çox olsun və çətin olsun. Bu uşağa görə dəyişir. Asan da edə bilərsiniz, çətin də edə bilərsiniz. Yəni hər bir şagirdin öyrənmə səviyyəsini burada nəzərə alır. Və yaradına vururuq, yaradacaq. Sonra quiz var. Yenə də quizi yaratmamışdan öncə seçirəm ki, daha az olsun və asan olsun. Asan. Yəni sırf bu mövzuya uyğun olaraq asan suallar təqdim eləsin. İnfoqrafiya istəyirəm, Azərbaycan dili istəyirəm, daha ətraflı istəyirəm, portret istəyirəm və yaradına vururam və salam. Baxın, yəni özü onu başlayacaq yaratmağa. Slayd dəsti, slaydı da yenə də fərdiləşdirə bilərsiniz. Burada qısa var və yaxud da default var. Default seçəndə, yəni belə deyək də, tam mövzunu əhatə edən hazırlayır. Təqdimatçı slaydlar seçdim. Bir var detallı slayd dərsdir, bir də var təqdimatçı. Düzdür, mən hər zaman detallı hazırlamışam. Bu dəfə təqdimatçı seçirəm, yaradına vururam, yaradacaq. Data cədvəli də, yəni mövzudan ibarət olan data cədvəli yaradacaq. Burada baxın, iş gedir hamısı üzərində. Siz hansı hazırdırsa ona keçid edə bilərsiniz. Əgər belə fırlanırsa, deməli bu hələ əməliyyat icra olunur. Amma fırlanmırsa, deməli hazırdır. İndi hazır olan bir neçəsinə baxaq. Məsələn, elektron cədvəl biz zehin kartına baxırıq. Zehin kartı baxın budur. Bu elektron cədvəlin, yəni sırf bu dərsə aid hazırladığıdır. Yəni həmin PDF-də istifadə olunana uyğun olaraq hazırladığıdır. Yəni özündən bu formanı hazırlaya bilir ancaq. Yəni bunu təqdim edir bizim üçün. O zaman burada baxın, məsələn mən struktur elementlərinin üzərinə vururam. Orada proqramı əhatə edən struktur elementlərini göstərir bizə. Sonra gəldik, məlumat formatını seçirəm. Sırf məlumat formatına aid olanları göstərir. Hesablamalar aparmaq üçün düsturlar necə başlayırsa onu yaza bilər. Funksiyalar hansı, yəni orada hansı funksiyaların adı çəkirsə sadəcə onu göstərir. Proqram nümunələri, yəni Excel-ə aid olan proqram nümunələrinə əsaslandığını görə bilərik. Yəni bu artıq bizim olacaq, yəni bu mövzuya uyğun olaraq əsas anlayışımızı öz daxilində saxlamış olur. Yenə qeyd elədiyim kimi yüklənilməsi mümkündür, təqdim edilməsi mümkündür. Baxaq görə başqa nələrimiz hazırdır? Başqa hazır olanlardan elektron cədvəlin əsasları adlı infoqrafika hazırdır. İnfoqrafika nəyi vermişiksə, baxın onu hazırladı. Yəni burada deyə bilərsiniz ki, elektron cədvəl axı çox geniş anlayışdır. Niyə belə hazırladı? Çünki sən PDF-in nədirsə, yəni sən nəyi təqdim eləmisənsə, onu hazırlaya bilər də o. Yəni ondan fərqli nəyi hazırlasın ki?
Verdiyimiz PDF-in məlumat, yəni bloku, məlumat hissəsi baxın belədir və başlayır onun haqqında hazırlamağa və onu bizə əks etdirir. Yəni onu bizə artıq buradan göstərmiş olacaq. Baxın və bu vəziyyətdə biz bunu görə bilərik. Sonra yenə də davam edirəm. Gəldik başqa nə istəmişdik burada? Sizinlə birlikdə hazırladıq. Əgər bu sizi qane etmirsə, təzədən infoqrafika hazırla deyə ona müraciət edə bilərsiniz. Gəldik burada data cədvəli. Data cədvəli, yəni məlumatları vizuallaşdırmaq üçün bir cədvəl təyin eləyir. Bax, məlumatları vizuallaşdırmaq üçün burada baxın, bax, həmin o cədvəli bizə göstərir ki, elə bil ki, dərsi PDF şəklində yox, cədvəl şəklində təqdim eləyir bizə. O dərsdə olan, məsələn, xananın təsvirini, xana anlayışına aid nümunə, tətbiq olunma sahəsi, funksionallığı, yəni başlayır onu göstərməyə. Bunu biz, məsələn, kopyalayıb Word proqramına da yükləyə bilərik və yaxud da ki, yenə dediyim kimi, burada da rahatlıqla göstərə bilərsiniz. Yəni, biz bunu bəlkə də şagirdə Word-də göstərsək, bu onun üçün, yəni, o qədər də, belə deyək də, qeyri-adi gəlməyəcək. Amma proqramın özündə göstərəndə ona həqiqətən də çox belə əl çatan, çox belə fərqli gəlmiş olacaq. Daha sonra slayd dəsti hələlik hazırlanır. Cədvəl kartına baxırıq. Yəni oyun belə deyək də, baxın bax burada 26 kartdan ibarət sual hazırlayıbdı. Burada download hissəsi də var. Sözün açığı mən hələ bunu download eləməmişdim ki, burada nə göstərir? Baxın, yəni klaviatura dili onsuz da təsdiqləmir. Amma screen eləyib Word-ə yerləşdirə bilərsiniz. Amma screen eləyib Word-ə yerləşdirsəniz də biz irəli, geri və yaxud da cavabına baxın görməyəcəyik. Şagirdə sual verirsiniz. Daha sonra sualın cavabının doğru və yaxud da yanlış olduğunu cavabına baxıb özünə göstərirsən ki, sənin cavabın doğrudur, yoxsa yanlışdır. İrəli geri deyib, məsələn, başqa bir suala keçirsən, yenə cavabına baxın. 26 dənə sual var. Hər şagirdin, məsələn, 5 dənə kart sualı ilə yəni yoxlaya bilərsiniz. Proqramın üzərində rahat şəkildə göstərmiş olursunuz və hətta cavabını da həmin anda özünə göstərirsiniz ki, öyrənsin. Bu bizim mövzuya uyğun olaraq, yəni sual kartı idi. Sonra nə qaldı burada? Burada bizim yəni elektron cədvəl haqqında bu PDF-də olan dərsin suallarıdır. Yəni bu PDF-dən olan mövzuya uyğun sən şagirdə hansı suallar verə bilərsən? Yəni o sualları burada əks etdirmiş olacaq. Yəni sualları əks etdirəcək. Sonra slaydın hazırlandığını görürük. Ən gec hazırlanan video, slayd, bir də audio icmaldır ki, onlar həqiqətən də gec hazırlanırlar. Bu hazırlanana qədər gəlin biz yəni suallarımıza baxaq. Suallarımızı eşidək görək ki, hər hansısa bir sualımız varmı? Deməli, bircə dəqiqə suallar hissəsinə keçid alaq. Deməli, ümid edirəm ki, mövzunu kopyalayıb da qoya bilərsiniz. Mütləq PDF olmalıdır deyə bir anlayış yoxdur. Kopyalayıb da qoya bilərsiniz. İnternet problemim oldu. Gec qoşuldum. Proqramımızın adı Notebook LM-dir. Notebook LM-dir. Aha, yəni proseslə bağlı sualınız varsa verin. Biz video və slayd, video və audio hazırlanana qədər gözləyirik. Aha, PowerPoint şəklinə salmağı, bəli, dedim, izah eləyəcəm, onu unutdum. Gəlin onu da deyim sizə. Gəldim, baxın, tutalım ki, yəni bir tutalım ki, Google hesabına, mənim indi o bir hesabım limitlidir deyənə başqa bir hesaba keçdim. Baxın, Small PDF deyə bir proqram var. Small PDF deyə bir proqram var. Bura daxil olursunuz. Bu nə üçündür? Biz, baxın, Notebook LM-dən hazırladığımız slaydı hələlik bu sürümdə bizə verir, belə deyək də, PDF faylı kimi. Siz onu PowerPoint faylına keçirmək istəyirsə, çünki biz onu şagirdə PDF kimi göstərəndə o qədər də gözəl olmur. Amma PDF-i slayda çevirmək var. Onun üçün Small PDF
smallpdf.com var. Bura daxil olursunuz. Bax, smallpdf.com var. Bura daxil olursunuz. Aşağı çevriləndə baxın PDF PowerPoint var. Yəni PDF-in PowerPoint faylına çevrilməsi. Və daxil oluruq. Bizdən faylımızı seç istəyir. Select fayla vururam. Həmin fayl, yəni kompüterinizdə hara yükləmisinizsə, yəni yüklənəndə hara düşürsə oradadır. Bizdə bayaqlarım, səhv eləmirəmsə, bunun PDF-ini yükləmişdik və OK open düyməsinə vurduq. Burada belə göstərsə də, aha, görürsüz, yəni burada da mənim hesabım dolub deyənə göstərmir. Bircə dəqiqə. Əslində təzə e-maillə etmək lazımdır. Baxın, hesab dolub deyənə burada eləmir. Başqa birindən göstərim onu sizə. Bircə dəqiqə. Aha, yenə də small PDF-ə vururuq. Əslində belə deyək də çoxlu istifadə eləmək icazə verir. Sadəcə mən çox istifadə eləmişəm orada, ona görə. Yenə small PDF-ə girdik. Small PDF-ə daxil olandan sonra inşallah burada limitlənməmişəm. PDF PowerPoint-ə daxil oluruq, faylımızı yüklüyürük. İndi məndə alınmadısa da sizdə alınacaq. Aha, buradan da yenə də yüklənməyəcək. Yəni limitim bitib mənim. Başqa birində baxaq görək burada olacaqmı? Deməli mən çox istifadə edirəm. Ona görə məndə limitlidir. Siz yəqin ki, bilmirəm, istifadə eləmisiniz ya yox. Yox, elə deyil. Sadəcə biz limiti keçmişik, ona görədir. Deməli, burada yeni hesab açdığımıza görə düşünürəm ki, olacaq. PDF-in nəyə istəsəniz çevirə bilirsiniz burada. Bəli, nəyə istəsəniz çevirə bilirsiniz. PDF, PowerPoint. Bunun ödənişi azdır. Yəni, ödənişi elə çox deyil, azdır. Buraq görək. Aha. Burada bəli, həcm ilə bağlı olan bir şey oldu. Başqa bir faylı yüklüyüm, yox. Gəlin buna baxaq. Bu da PDF-dir. Aha. Deməli, vurduq, baxın, yükləndir. Başqa bir faylı vurdum, yükləndi. Seçirsiniz, bax bunu. Birincini convert, selectable, text only. Elə yazmağına baxmayın, yəni hər şeyi çevirir. Convert-ə vurur, indi göstərəcəm sizə. Yüklənəcək. Sonra download hissəsinə vurursunuz. Download hissəsinə. Download hissəsinə vuranda, bax, buradan yüklənmiş oldu. İndi yüklənmiş faylın üzərinə vurub açanda PowerPoint-də açır. Hətta PowerPoint-də ona siz yəni redaktə etmək kimi əməliyyatlarda görə bilərsiniz. Eyni zamanda burada notebook elemi əgər görünməyini istəmirsinizsə, onda gəlirsiniz buradan, bax bu fiqurları götürürük, gətiririk, onun üstünə çəkirik. İstəsəniz onun içinə ad da yaza bilərsiniz və yaxud da slaydla ağ rəngə də çevirə bilərsiniz və yaxud da notebook elemin adını qeyd edə bilərsiniz. Deməli, indi notebook elem var. Əgər o yazının görünməyini istəmirsinizsə, bəli, həmin o notebook elem yazısının üzərinə belə deyək də başqa bir fiqur qoyursunuz və digər hamısında da dənə-dənə onun üzərinə yerləşdirmiş olursunuz. Yəni bununla da o kimi problemdən də azad olmaq olar. Amma məncə bir problem deyil. Yəni notebook elem yazısının görsənməsi. Daha da yəni bu professionallıqdır ki, siz ondan istifadə edirsiniz. Amma hazırladığımız faylı, yəni təqdimat faylı kimi göstərilməsi mümkün olur. Yəni sırf baxın təqdimat faylı kimi biz onu PowerPoint faylı kimi, yəni görürük, irəli geri hərəkət edib qarşı tərəfə əks etdirə bilərik. Escape düyməsinə vurub əmrdən, rejimdən imtina edə bilərik. Qaydaq platformamıza görək, yəni buradan bizə nəyi hazırladı. Bax, indi mən buranı çox işlətmişəm deyənə, Aido icmal yaratmadı, amma elektron cədvələ aid olan slayd hazırlayıbdır. Slayda vurduq və slaydın nümayişinə keçid alaq. Yəni rəqəmlərin idarə olunması, elektron cədvəl. Yəni bu qədər vaxtda biz heç birimiz bunu hazırlaya bilməzdik. Amma notebook elem hazırlayıb bizə göstərmiş olur. Məsələn, biz buna baxırıq, gəldik, baxın, yəni həmin dərslikdə hansı PDF varsa, hansı mövzular əks olunursa, onları çox gözəl şəkildə ifadə edir.
Gəlin etiraf edək ki, biz şagirdə dərsi bu qədər, yəni vizual şəkildə göstərsək, həm şagirdin diqqətini dərsə cəlb edə bilərik. Yəni ən azından öyrənmə olmasa da, şagird deyər ki, məsələn, görəsən növbətisində hansı rənglər olacaq və s. nə göstəriləcək. Yəni ən azından böyük bir, yəni o belə deyək də dərsə uyğun olmayan səs-küyün dərsdən uzaldıldığını, yəni uzaqlaşdığını görə bilərik. Yəni görüntü, vizual görüntü bu ki, ümumiyyətlə, yəni müasir dövrün şagirdlərinin ən önəmli hissəsindən biridir. Yəni məncə çox gözəl hazırlayıbdı. Siz də yəqin ki, etiraf edərsiniz. Baxın bax bu vəziyyətdə. Belə. Bu mənim sizə çatdırmaq istədiyim, özümün də dayanmadan çox istifadə elədiyim, yəni bir platformadır. İstədim siz də, yəni biləsiniz, siz də öyrənəsiniz, siz də yəni tətbiq edəsiniz. Belə. Düşünürəm ki, çalışdığım qədər istədim ki, aydın şəkildə danışım. Mən bəzən görürəm ki, təlimçi təlim keçir süni intellekt haqqında, ancaq sadəcə slaydı var, slaydla danışır. Onu heç qəbul eləmirəm. Yəni məncə bütün təlimlər praktik olmalıdır. Yəni qarşı tərəfimizin yaxşı başa düşməsi üçün praktik göstərilər önəmlidir. Çalışdım ki, praktik şəkildə hər şeyi sizə göstərim, yəni hər şeyi görəsiniz. Əgər yəni hər hansısa bir sual varsa, mən yəni sizin sualınıza cavab verməyə hazıram. Google Meet-in də suallarını indi keçəcəm Google Meet-in də suallar hissəsinə. Yəni Google Meet-dən də kiminsə əgər yəni sualı varsa, gəlin istəyirsiniz mikrofonları aktiv edin. Mikrofonlarla da suallarınızı verə bilərsiniz. Bircə dəqiqə çalışaq mikrofonlarımızı aktiv edək. Bircə dəqiqə. Okey, deməli, mən çox az görüntü götürə bildim. Yəni, belə deyək də, çox az görüntü əks elətdirə bildim. Bircə dəqiqə mikrofonları aktivləşdirim. Birinci Google Meet-in mikrofonlarını aktivləşdirəcəm. Birinci oradakı sualları eşidək. Sonra isə Zoom mikrofonlarını aktivləşdirəcəm. Sizin suallarınızı eşidə bilərik. Mikrofonları aktivləşdirdim. Sizi dinləyirəm. Növbəli şəkildə biri-birimizi gözləyə-gözləyə suallarınızı verə bilərsiniz. Aha. Axşamınız xeyir. Siz sağ olun, mən təşəkkür edirəm. Qoşulduğunuz üçün minnətdaram. Təşəkkür edirəm, Yeganə xanım. Çalışacağıq ki, bu kimi təlimlər silsilə olsun. Yəni növbəti, yəni ya 10 gün, ya 15 gün sonra növbəti bir, yəni təlimdə inşallah ki, təqdim edəcəyik. Yəni silsilə şəklində olacaq. Özüm, yəni öyrəndiklərimi çalışacağam ki, sizlərlə də paylaşım. Belə. Bəli, istənilən Windows-da bunu etmək mümkündür. Tamam o zaman, əgər Google Meet-dən sual yoxdursa, biz o zaman Zoom-un, yəni çalışaq görək Zoom-dan kimdəsə sual varmı? Ən sonda isə açar sözü deyəcəm, onunla da sağollaşacağıq. Aha, buyurun. Zoom Müəllimə salam. Salam. Necəsiz? Çox sağ olun. Siz necəsiniz? Yaxşı olun. Mən sizə öz təşəkkürümü bildirirəm. Minnətdaram sizə. Siz keçdiyiniz bütün vebinarlara qoşulmuşam. Mən yeni işləyirəm və sizin təlimlərdə, vebinarlarda öyrəndiyim hər bir şey mənim çox əlimdən tutur. Hər dəfəsində sizə o qədər alqış eləyə-eləyə hazırlayıram ki, hər bir şeyi. Yəni bunu hər dəfəsində eləyəndə alqışlayıram sizi. Sizə alqış eləyirəm ki, nə yaxşı ki, sizi tanımışam. Nə yaxşı ki, sizin kimi insanlar var, öz biliyini satmırlar. Öyrətmək üçün öyrədirlər. Buna görə sizə minnətdaram. Sizi öpürəm, qucaqlayıram.
İlahi xanım çox sağ olun, təşəkkür Siz də edirəm. sağ Çox olun müəllimə, səmimi çox sağ olun. arzularınıza görə həqiqətən çox minnətdaram. Mən də ürəyim o zaman açılır ki, siz öyrəndiklərinizi öz məktəbinizdə, öz şagirdlərinizdə, öz əhatənizdə, öz kəndinizdə, yəni sizə yaxın olan ətrafda siz də başqalarına çatdırırsınız. Yəni bu o qədər gözəl bir, yəni şəbəkə şəklində öyrətmək o qədər gözəl bir, yəni hissdir ki, yəni siz də buradan öyrəndiyinizi təkcə özünüzə saxlamayın. Bunu tək İlahi xanım üçün demirəm, hər kəsə deyirəm. Öz məktəbinizdə, yəni direktorlar da buna şərait yaradarlar. Öz məktəbinizdə öz müəllimlərinizə çatdırın, onlayn eləyin və s. Yəni necə deyim, siz də başqasına çatdırın bunu və siz də o auditoriyadan təşəkkür alın. Görün ki, o qədər gözəl bir hisslərdir ki, inanıram ki, hər biriniz də eləməsəniz də ən azından bir 10 nəfər, yəni öz məktəbi, öz əhatəsi üçün bunu edəcək. Axşamınız xeyir, Səadət müəllimə. Mən də Axşamınız sizə xeyir. təşəkkür edirəm. Həmkarımız dediyi kimi o sözlərə qatılıram. Sizin vebinarların hər birində iştirak etmişəm və oradan çox şey öyrənmişəm, yararlanıram indiyənədək də. Bugünkü təlim üçün də çox təşəkkür edirəm. Allah sizdən razı olsun. Nə yaxşı ki, sizin kimi insanlar var və bildiyinizi paxıl deyilsiz də, öyrədirsiniz hamıya. Çox sağ olun. Sağ Mən də olun sizin İlham kimi xanım. çalışıram öz əhatəmdə olan müəllimlərə, Mütləq, mütləq. bilməyənlərə, onu öyrənmək istəyənlərə özüm öyrəndiyim qədər də onlara başa salım, onlar da yararlansınlar. Təkrar olaraq yenə də təşəkkür edirəm, çox sağ olun. İnşallah ki, ardı gələr bu cür gözəl təlimlərin, biz də sizdən bəhrələnərik. Və bir də İnşallah. xahiş etmək istirdim ki, bunun linki olacaqmı? Bir də təkrar baxmaq üçün, yaxud da kimdənsə bir də Göndərəcəyik qrupa. İnşallah Recordingimizi olacaq. saxlarsınız, bir də baxarıq. Axşamınız xeyir müəllimə. Mən də sizə Axşamınız xeyir. öz növbəmdə təşəkkürümü bildirirəm. Həmkarlarıma qoşuluram. Çox sağ olun. Nə yaxşı ki, siz kimi müəllimlərimiz var, bizlərə dəstəkdilər. Öpürəm sizə. Çox sağ olun. Çox sağ olun. Təşəkkür edirəm. Axşamınız Əminəm xeyir ki, Səadət müəllimə. axşamınız xeyir. E, Sizə digər həmkarlarım kimi mən də təşəkkürümü bildirirəm. Təmənnasız şəkildə ödənişsiz təlim keçdiyinizə görə, gözəl izahınıza görə, yüksək səviyyədə hər şeyi izah etdiyinizə görə təşəkkür edirəm. Təəssüf edirəm ki, əvvəlki təlimlərə qoşulmamışam. İnşallah bundan sonrakılara Allahın izni ilə qoşulacağam. Bir sualım var. Siz dediniz Buyurun. ki, məlumatı ora PDF şəklində daxil edirik. PowerPoint şəklində də daxil edə bilərikmi? Yəni Olur, o özü mümkündür. Bəli, versiyasını versin bizə. mümkündür, mümkündür, bəli. Aha, çox sağ olun. Mümkündür. Təşəkkür Hansı edirəm. dildə Uğurlar istəsəniz arzulayıram. faylı yükləyə bilərsiniz. Aha, PowerPoint-də, PDF-də, YouTube linki də, Google aha, Forms linki. Əlinizdə material hansı formadadırsa, həmin formada qeyd edib bəhrələnə bilərsiniz. aha. Çox təşəkkür Siz edirəm. sağ Sağ olun. olun. Mən təşəkkür edirəm hər birinizə xoş sözdən ötürü, yəni xoş sözlər deyirsiniz. Təşəkkür edirəm. Gəlin Zoom-dan, demək Google Meet-dən də bir neçə nəfər əl qaldırıb, gəlin onların da sualları varsa sualınızı dinləyək. Təşəkkür üçün hər birinizə mən də təşəkkür edirəm. Çox sağ olun. Yəni bilirəm ki, hər birinizin xoş arzuları var, xoş sözləri var. Çox saxlamaq da istəmirəm. Açar sözdə təyin edək. Zoom, Google Meet-dən də açdım səsi. Sual varsa buyurun sualınızı verin. Yoxsa biz açar sözü təyin edib yekunlaşdıraq. Axşamınız xeyir. Müəllimə, açar sözü siz təyin edib onu sual kimi bizə verəcəksiniz. Çox sağ olun Aytaç xanım. Təşəkkür edirəm. İnşallah ki, yəni faydalı olacaq və siz də ətrafınıza bunu çatdıra biləcəksiniz inşallah. Buyurun, buyurun. Sertifikat ne zaman? Sertifikat 2 həftə ərzində yüklənəcək, onlayn formada olacaq. Elə olduğunuz qruplara sertifikatın linki göndəriləcək. Sertifikat yəni qeydiyyatdan keçən insanlar üçün, bir də təlimdə iştirak edənlər üçün olmuş, nəzərdə tutulubdur. Əlavə kiminsə sözü, sualı varsa buyurun verin, siz sağ olun, yoxsa sağollaşaq. Gülnar xanım Əli Heydərova əl qaldırmısınız. Gülnar xanım bizim müasir metodistin. Axşamınız xeyir.
Sadəcə bilmək istəyirəm ki, bu infografika mən bir müddət əvvəl sınamaq istədim. İnfografika hissəsi sadəcə telefonda e, bestlə gəldi. Yəni, bunu ödənişsiz də istifadə eləmək, amma deyəsəm mümkündür belə bir şey. Bəli, əvvəlki versiyalarda Pro-daydı yalnızca. Artıq son sürümlərdə, yəni Pro-suz da istifadə etmək mümkündür. Yəni burada göstərdiyim bu günlərim icra elədiyimiz hər şeyi Pro-suz etmək mümkündür. Sadəcə Pro versiyalarında limit qoymur. Məsələn, bir gündə 50 dənə, 100 dənə hazırlaya bilərik. Amma Pro-suz versiyada məsələn bir gündə 10 dənə, 5 dənə və yaxud da 6 dənə, belə deyək də onun öz işləmə gücünə baxır. Amma burada göstərilən, yəni studiyada olan bütün əmrlər Pro versiyasız da işləyirlər. Aha, çox sağ olun Səadət müəllim. Siz sağ olun. Siz sağ olun, təşəkkürlər. Gəlin artıq sağollaşaq, əlavə vaxtınızı almaq istəmirəm. Çox sağ olun, hər birinizə qoşulduğunuza görə minnətdaram. Açar sözümüz olacaq Notebook LM5, yəni Notebook LM5 olacaq. Açar sözümüz Notebook LM5, yəni böyük hərflərlə Notebook LM5, yəni açar sözü bu olacaq. Bu yazılan, yəni açar söz bu qeyd olunan hər kəsə belə deyək də sertifikat asanlıqla, yəni təqdim olunacaq. Sertifikat verməkdə bir problem yoxdur. Biz hər kəsə sertifikat verəcəyik, amma hər kəsə sertifikat verə bilərik. Amma yaxşı olar ki, sırf təlimdə iştirak edənlər bunu əldə eləsin. Açar sözü hara yazacaqsınız? Biz, yəni sizə link göndərəcəyik. Sertifikat üçün, qeydiyyatdan keçmək üçün link göndərəcəyik. Həmin linkdə açar sözü yazacağıq. Bir də onu qeyd edeyim ki, həmin linkdə öz ad və soyadınızı dəqiq yazın. Çünki bizim sertifikatlarımız əllə hazırlanmır. Biz onu da, yəni süni intellektlə hazırlayırıq, süni zəka ilə hazırlayırıq. O özü sizin orada ad soyadda hansı adı yazmısınızsa onu yazır. Yəni biz də orada təkrar hər kəsə hazırlamırıq. Ona görə də ad soyad hissəsini yazanda çalışın düzgün yazın. Deməli, təlimin sertifikat linki olduğunuz qruplara göndəriləcək. Bizim 2 qrupumuz var. Ödənişsiz təlimlər 1, ödənişsiz təlimlər 2. Yəni ora göndəriləcək və oradan qeydiyyatdan keçib 2 həftə ərzində sizə təqdim olunacaq. Düşünürəm ki, artıq əlavə bir sualımız yoxdur. Sizinlə sağollaşıram. Bu tədbirlərimiz, yəni bu vebinarlarımız silsilə şəklində həyata keçiriləcək. Sertifikat yüklənəndən sonra artıq növbəti webinarın nə zaman olacağı haqqında sizə məlumat verəcəyik. Sağ olun, sağlıqla qalın. Gələn görüşlərə qədər deyirəm. Sağ olun, sağlıqla qalın.